Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir həm gözəl görünən, həm də belə asan toxunan bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da tək ilmələk yığmışam. Rezinka hissəsini. Sapım da 100 qramlıq, 350 metrəlik sapdır. Nə istəsəz toxuya bilərsiniz bundan. Jilet, jaket, papaq, uşaq ədyalına, ürəyiniz nə istəsə onu da toxuya bilərsiniz. Bunun üçün indi mən belə bir sapı götürürəm. Formada, qısa formada yığacağım. İki, üç, dört, beş, altı, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmek götürdüm. Bu bəs eləyər. Naxışı göstərmək üçün. Artıq sapı da kəsim. Buradan bahanəçilik eləməsin. İndi bu hissəni mən rezinka toxuyan deyiləm. Bir sıra tərs toxuyacağım. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Hamısını tərs toxudum axıra qədər. Kənar ilməyi də tərs toxudum. Tərs üzdən də yenə bir sıra tərs toxuyuram. Hamısını. Birinci ilməyi götürdüm, toxumadım. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi bura düz üzdür. Düz üzdən birinci ilməni götürürəm yenə. Toxumuram. Burada bir tərs toxuyuram. Tərsdən sonra bu bir ilməni, düz ilməni bir ilmək çıxardıram. Bir ilmək artırıram. Bir ilmək yenə çıxardıram. Bir ilməkdən 3 ilmək çıxardıram. Yenə 3 tərs. 2, 3 tərs. Bir ilmək çıxardım. Bir artırdım. Yenə bir ilmək çıxartdım. Yenə 3 tərs. 2, 3. Bu ilməni yenə arxa tərəfindən çıxarıram. 1, 2, 3 ilmək. Sonra yenə 3 tərs. 2, 3 tərs.
Yine burada bu ilmeğin arkasından bir ilmek çıkardım. Bir artırdım. Yine bir ilmek çıkardım. Kenarda yine bir ters, bir de kenar ilmeği. Şimdi arka taraftan kenarı götürürüm yine. Burada bir düz dokuyuram kenardan. Sonra bu bir dənədən 3 ilmek çıkarmıştık. Bu üçünü de bir yerde götürürüm. Toxumuram. Sonra 3 düz. Yine bu 3 ilmeği bir ilmekten 3 ilmek çıkarmıştık. Bunu götürürüm. Toxumuram. Yine 1 2 3 düz. Yine bu 3 ilmeği çıkardım. 1 2 3 düz. Yine bu 3 ilmeği bir yerde çıkardıram, toxumuram. Bir düz, bir de kenar ilmeği ters dokuyuram. Düz üzdən kenarı götürürəm yine. Bir ters. Bu 3 tane toxumadığım ilməni yenə toxumuram. Sapı o tarafa geçirdirəm. Sonra 3 tərsir yenə toxuyuram. Yine sapı geçirdirəm o birisi tarafa. 3 ilmeği götürürəm. 1 2 burada deyəsən ilmeğimi bırakmışam. 3 yok 3 toxumuşam düzdür. 1 2 3 toxumuşam. Elə bildim bırakmışam. 3 ilməni yenə götürdüm. 3 tersi yenə dokuyuram. 1 2 3 ters. Yine bu 3 ilməni götürdüm. Bir ters, bir de kenar ilməni ters dokudum. İndi arka taraftan yine kenar ilməni götürürəm. Bu bir düzü dokudum. Bu 3 ilmek götürmüştük. Üçünü de bir yerde bir ilmek çıxardırım. Əvvəlki sayına gətirirəm ilməkləri. 2 3 düz. Yine bu 3 ilmeği bir yerde götürürüm. Üçünden bir ilmek çıxardırım. Yine bu düzləri toxuyuram. Bu 3 ilmeği bir yerde çıkardım. Yine 3 düz. Yine bu 3 ilmeği bir yerde götürüp 3 ilmekten bir ilmek çıkardım. Yine bir düz, kenarda ters dokudum. Formada belə bir naxışa alınır. İndi buradan yine birinci sırada necə başlamışdıqsa birinci ilmeği götürürəm. Qalan ilməkləri hamısını düz dokuyuram. Yine kenarı ters dokudum. Formada indi arka taraftan yine hamısını ters dokuyuram. Kenarı götürdüm. Qalan ilməkləri ters dokudum.
Kənarda yenə tərs toxudum. İndi düz üzdən buradan. İndi bunların yerini dəyişirəm. Kənarı götürürəm. Bu ilməkləri tərs toxuyuram. Üç ilməyi tərs toxudum. İndi bu ortadakı bu üç ilməklər vardı. Ortadakı ilməyi yenə bir ilməkdən üç ilmək çıxardıram. Yenə üç tərs toxuyuram. Bu ortadakı ilməkdir. Bunu arxa tərəfindən götürürəm. Belə birini artırıram. Yenə içindən bir ilmək çıxardıram. Yenə üç tərs. Yenə bu ilmənin arxasından götürdüm. Birini artırdım. Birini də içindən çıxardım. Yenə üç tərs. Kənarda. Bir dənə də kənar ilmək. Tərs üzdən yenə kənarı götürürəm. Burada üç düz. 2, 3 düz. Bu üç ilməni bir yerdə çıxartdığım ilməkləri toxumadan götürdüm. Yenə 3 düz. 2, 3. Yenə bu üç düzü toxuyuram. Bu üç ilməyi yenə götürürəm. Yenə üç düz. İndi düz üzdən kənar ilməyi götürürəm. Buradan bu üç tərsi toxuyuram. 3. Sapı keçirdirəm o birisi tərəfə. Bu üç ilməni yenə toxumadan götürdüm. Yenə 3 tərs. 2, 3. Yenə də bu ilməkləri götürürəm, toxumuram. Yenə 3 tərs. Tərs üzdən yenə kənarı götürürəm. Buradan 3 düzü toxuyuram. Bu 3 dənə ilmək çıxarmışdıq. Bu 3 ilməni üçündən bir ilmək çıxardıram. İlmək əvvəlki sayına gəlir. Yenə 3 tərsi bu üzdən düzdülər, toxudum. Bu 3 ilməni yenə götürüb 3 ilmənin içindən bir ilmək çıxardım. Yenə 3'dən 1 çıxardıram. Kənarı da toxudum. Formada bir naxış alınır. İndi bu üzdən yenə bir sıra düz, arxa üzdən bir sıra tərs toxuyuruq. Naxışları yenə bunların üstünə. Əvvəlki yerindən. Dəyişirik yerini. Bu formada belə bir naxış alınır. Sağ olun, gəlin videomda görüşənə qədər.